Bir saat dini təbliğ eləməkdənsə 3-4 dənə nümunə göstər. Allah'ın da olsun təsirlidir. Ay cavanlar, gəlin futbol oynayın. Futbolun xeyri bilirsiniz nədir? Filandır danışırsan. Bir saat futbolun xeyrindən danışmağın işini Messi ilə Ronaldo bir dəqiqə həll edir. Mən bunu zarafata demirəm, amma həqiqət belədir. Sənin saatlarla söhbətindənsə bunların varlığının effekti daha çoxdur ki, insanlar dəli divanı olur, düşür çöllərə. Deyir ki, mən də onun kimi olum. Onun həvəsinə gedir futbol oynayır, onun həvəsinə gedir idman eləyir. Din də belədir. 5-10 dənə zirvədə olan adam, bəsdir, adama gəncə futbol təbliğ eləyərlər ümumiyyətlə. Harada görsən, saatlarla çıxsınca futbol oynayın falan. Futbol elə belə oynanılır ki, 5-10 dənə, 3-4 dənə ulduz uçur və din də belədir elə. Bilməm, indi elə bir bəlkə də çatdı, özüm danışa özümə də, elə cəmaata da yəqin ki. Mənim söhbətim indiyənəcən olan söhbətlərimin hamısı, dindarların içində 10 dənə kamil adam tərbiyə edəcəksə bəsimdir, mən necə şükür eləyim bilmirəm. Məni dinləyən dindarlara müraciət eləmək istəyirəm. Bütün cəmiyyətin taleyi sizin imanınızın keyfiyyətindən asılıdır. Sizin mənəviyyatınızın keyfiyyətindən, gücündən asılıdır. Sizdən asılıdır. Mənim söhbətlərimdən asılı deyil, sizin imanınızın gücündən asılıdır. Zəif olsaz, özünüzdən asılı olmayacaq, mani olacaqsınız cəmaata. Qohumlara mani olacaqsınız, dostlara deyəcəklər de budur da, bunu güc qoyub bu din bunu çıxardıb ortaya. Bunu nə edirəm axı mən bunun davranışını? Və sizin ayağınıza yazılacaq ki, nə qədər adam dindən uzaq qaldı, sizin ayağınıza yazılacaq. Biz mani oluruq, ay dindar, inanclı insanlar, İmam Zamanın zuhuruna biz mani oluruq. Gəlmirsə bizim günahımızdır. Sadə söz deyirəm, sadə mexanizm. Dindarlar daha yaxşı olanda dinsizlər avtomatik dindar olur.